Arıçılar üçün bu il bal ilidir. Ölkənin ən böyük bal istehsalçılarından olan Astarada əldə olunan məhsul bunu deməyə əsas verir. Bəs bu il qiymət necə olacaq, bunu qarşıdakı süjetdən biləcəksiniz. Mənim 75 dənə arım var idi, ondan 25 qırıldı. 25 yeşiyi təzədən mən doldurmuşam. Hala alvada 5-6 dənə də alva eləmişəm. Nəzərdə tutmuşuq hər aradan 15-20 kilo birinci süzüm bal süzək. Hal-hazırda gətirmişik Cəkəyə, Xurmaya, Lənkəran Milli Parkına. Bundan sonra Biləspor rayonuna, Dəvətikanına, Biyana aparacaq ora. Orada da yaxşı məhsuldarlıq gözləyirik bu il. Ötən il hər yeşikdən maksimum 8 kiloqram bal götürən arıçılar bu ilki mövsümü bal ilə adlandırırlar. Əvvəlki ildə kütləvi yayılan xəstəliklərin qarşısının alınması, hava şəraitinin əlverişli olması arıçıların üzünü güldürür. Sağ qalan pətəkləri kimyasız təbii vasitələrlə müalicə elədik, arıçıları treninlərə cəlb elədik, mütəmadi onları maarifləndirdik. Arıçılar da yaxşı işlədilər, həm arıları çoxaltdılar, həm də ki, arı verimliliyi, yəni ki, məhsuldarlıq 3 dəfə keçənlikdən fərqi oldu. Arıçılar hazırda balın 1 kiloqramını 20-25 manata satırlar. Əsas çətinlikləri isə tədarik məntəqəsinin olmaması və qablaşdırma problemidir. Bununla belə yerli bala tələbat xeyli artdığından satış asanlaşıb. İrandan gətirilmiş balı məsəl üçün indi heç kim almır Respublikamızda. Amma əvvəllər onu necə lazımda olduğu kimi alırdılar. Necə ki bildilər ki, Azərbaycan balı qat-qat İran balından keyfiyyətlidir. Əlbəttə indi Azərbaycan balını alırlar. Tədarik bazamız, qablaşdırma seximiz, bu da istifadə verilsə, daha işimiz asan olacaq, bir yüksək gəlir də əldə edilə bilər bu arıçıların. Bu mövsüm Astara rayonundakı 25 min arı ailəsindən 300 ton məhsul gözlənilir. Ötən il isə bu rəqəm 80 tondan aşağı olub. Məhəmməd Rzayev, Şahin Mirzəyev, Astara.